Dostlar, elə maşın var ki, 2 ildə 6 dəfə avariya düşdü və biz bu avtomobili təzədən yığdıq və eyni zamanda bugün gətirib avtomobili sizin qabağınıza qoysam, siz deyərsiniz ki, elə bu təzə avtomobildir. Yəni, sözümün canı nədir? Bu Volkswagen ona görə də yaxşı bir maşındır ki, qəza olsa belə biz bunu yığa bilirik. Əgər ki, siz müxtəlif mediada, TikTokda və yaxud da ki, Instagramda və yaxud da ki, YouTube'da görürsünüzsə, hər gün Kitay maşınları ilə bağlı bir video paylaşılır ki, vuruldu və getdi metallama, vuruldu və getdi metallama, yəni ki, ölüxanaya deyək. Çünki nəyə görə bu gedir ölüxanaya? Bu maşınları təkrar yığmaq olmur. Xəta dalınca xəta verir. Amma Volkswagen elə deyil. Bu avtomobilləri təkrar yığa bilirik və biz öz təcrübəmizdə, son 2 illik təcrübəmizdə gördük ki, nə qədər vururuqsa, o qədər də düzəldə bilirik və bu nə deməkdir? Bu avtomobili 20 ildə sürmək olar. Vursan belə Allah uzaq etsin, Allah qismətləməsin, amma vursan belə təkrar düzənir və ən önəmlisi sağlam yolunuza davam edə bilirsiniz. Və sizdən xahiş edirəm ki, kimsə əgər bu shortsu görürsə, videonun tamamını görmək istəyirsə, onda keçsin YouTube kanalından tam versiyasına baxsın.